Salam əziz yoldaşlar, hər vaxtınız xeyir olsun. Biz sizinlə Güvən Nəşriyyatın bugün keçdiyi blok sınaq imtahanının ədəbiyyat suallarının izahına baxacağıq 11-ci siniflər üçün. İzahdan öncə sizdən bir xahişim var, videonu bəyən və kanala abunə olmağı unutmayın, zəhmət olmasın. 61-ci sualda deyir ki, şifahi xalq ədəbiyyatının janrlarının müqayisəsi ilə bağlı cədvəldəki səhv fikri seçin. Nəğmə, əfsanə, bir çox nümunələrin ailə məişət mövzusunda olur. Bu səhvdir, səhv fikirdir. Deməli, əfsanələrdə ailə məişət yoxdur. Deməli, biri götürür. Atalar sözü bayatdır. Bir sıra nümunələri dərin mənalı fikirlə ifadə edilir. Bəli, bu ikisinə də aiddir. Nağıl, tamaşa həcmcə kiçik janrlar hesab olunur. Baxın, bu səhv fikirdir. Oyun yanıltmaz. Uşaqların hərəkətə olan ehtiyacından yaranır. Bu oyuna aiddir, yanıltmaza yox. Lətifə, rəvayət bütün nümunədə nəsr olunur. Bu doğrudur. Hər ikisi nəsr olur. Cavabımız olur 1-3-4, yəni B variantı. 62-də. Nümunədə hansı bədii təsvir ifadə vasitəsi işləmişdir? Bu zərif sevdaya gücün çatarmı? Oyaq içimdə qorxular, oyaq. Digər ki, baxışın üfüq boyunca çərpənər uçuran uşaqdır uşaq. Bədii sual var. Sevdaya gücün çatarmı? 1. Sonra. Deyir ki, oyaq içimdə qorxular, oyaq. Qorxuların oyaq olması metafordur. 1, 3. Sonra. Digər ki, baxışın üfüq boyunca çərpənər uçan uşaqdır uşaq. Baxışı nəyə bənzədir? Uşağa. Təşbehdə var. 1, 3, 5. Bir də bu uşaqdır, uşaq, oyaqdır, oyaq, oyaqdır, oyaq. Bu kimi sözlər nədir? Təkrir sayılır. Cavabımız olur 1, 3, 5, 6, yəni D variantı. 63-cü sual. Doğru fikirlər müəyyən edin. Roman üçün doğru fikirdir. Komediya üçün səhv fikirdir. Baxaq roman üçün doğru fikir. Əsas süjet xətti ilə yanaşı əlavə süjet xəttləri də ala bilər. Doğrudur. Povest kimi yalnız nəsrlə yazılır. Yanlışdır. Nəzmlə də yazılan romanlar var. Mənzum roman. Həcm baxımından böyük olur. Məzmununa görə müxtəlif növlər var. Bu da bəli doğrudur. Demək 1, 3. Kədərə səbəb olan komediya üçün səhv fikirdir. Kədərə səbəb olan məqamlara da geniş yer verilə bilər. Geniş yer verilmir. Səhvdir. Müəllif haşiyə çıxan əsərdə gülüş doğuran hadisələrin səbəbi haqqında məlumat verə bilməz. Ümumiyyətlə, dramatik əsərlərdə müəllifin müdaxiləsi olmur. Komediya üçün ictimai əxlaqi məna daşıyan gülüş səciyyəvidir. Bəli, doğrudur. Deməli, cavabımız oldu 1, 3, 4, yəni A variantı. 1, 3 roman üçün doğru olandır. Komediya üçün səhv olan isə 4'dür. 64. Düşüb söz selinə dəli bir həvəs. Yəni, dəli həvəs epitet var. Bu iti şəhərin, bu ləng şəhərin, yonduğun daşların tozuna dəyməz, yonqar adamları nəhəng şəhərin. Deməli, kiçiltmə də var, litota da var burada. Deyir, yonduğu daşların tozuna dəyməz, yonqar adamlar. Yəni, o qədər əhəmiyyətsiz adamlar. Litota var. Sonra, bu təkrirdir. Mübaliğə yoxdur burada. C variantında. Mübaliğə yoxdur. Sonra 65-ci suala baxırıq. Nümunə haqqında fikirlərdən hansı doğrudur? İxtiyar dağların döşündə meşə, qayalar yüksəkdən baxır keçmişə, ağaclar baş-başa çalmış burada, günəş salam verir doğma yurda. Təhkiyə əsasında yazılmış əsərə nümunə göstərə bilər. Xeyr, yanlışdır. Təhkiyə epik növdür. Bu lirik növə aid olan nümunədir. Peyzaj lirikasının nümunə göstərilə bilər. Bəli, bu təbiət lirikasıdır. Peyzaj lirika ola bilər. İctimai lirikadır, səhvdir. Bayatı olduğunu düşünmək mümkündür, səhvdir. Çünki bayatlar necə qafiyyədir? A, B, A. Bunun qafiyyə quruluşu belə deyil. Qafiyədən bölgüdən istifadə olunmamışdır, yanlışdır. Meşə, keçmişə, A, burada, yurda, B kimi qafiyələr. Bu da səhvdir. Tip və xarakter haqqında fikirlərdən hansı doğrudur? Tip mənfi, xarakter müsbət surət anlayışı ilə bağlı yaranmışdır, səhvdir. Tip termindən əsərdəki əsas surətlər, xarakterdən isə epizodik surətlər üçün, bu da yanlışdır. Tip lirik qəhrəman, xarakter isə bədii əsərin qəhrəmanı adı ilə əvəz edilə bilər. Xeyr, heç aidiyyəti yoxdur. Tip nəzmlə, xarakter nəslə yazılmış sözü müşahidə olunur, aidiyyəti yoxdur. Tip ümumiləşdirmə, xarakter isə fərdləşdirmə öyrənir. Yəni, cavabımız olur E variantı. Hansı nümunədə mübaliğə işlənmişdir? Bir ovuc torpağa dönüb yerində üstünə düşəni göyərdir ürək. Burada mübaliğə yoxdur. Ah çəksəm ahıma dinər ulduzlar. 2. Göylərdən yerlərə enər ulduzlar. 2 mübaliğədir. Torpağın alnında puçur-puçur tər, dumana bürünüb yatıb çöllər. Metafordur. Ağladın, sızladın bir əsr tamam. Bir əsr ağlayıb sızlamaq
Bu metafordur. Yəni mübaliğədir. Üzr istəyirəm. 2-4. Heydərova bir ah çəkim ərisən. Dağa müraciət edir. Ah çəkim əri. Bu da şişirtmədir. 2-4-5 A variantı. Hansı fikirlər tapmaca aid edilə bilər? Aid olduğu ədəbi növə görə lətifələrdən fərqlənir. Səhvdir. İkisi də epik növdədir. Nəzmlər və nəsrlər nümunəli janrlardandır. Bəli, doğrudur. Həm nəzmdə, həm də nəsr ola bilər. Oxşar səslənən sözlərin söz birləşmədən əvəzlənməsi prinsipinə əsaslanır. Yanıltmacılara aiddir. Tapmacaya yox. Bu janrda hadisə və əşya haqqında danışarkən məcazi təsvir əsas görülür. Bəli, 2-4. Obrazlı təfəkkür məntiqi düşüncə tələb edən janrdır. Bəli, 2-4-5, yəni E variantı. 69. Qəsidə janrla bağlı doğru fikir müəyyənləşdirin. Şifahi xalq ədəbiyyatına ciddi təsir janrıdır. Səhvdir. Müəllifin adına yer verilməsi onu qitədən fərqləndirir. Bəli, B variantı. Qitədə sonda təxəllüs və yaxud da ad verilmir, amma qəsidədə verilir. B variantını götürmək olar. 70-də nağılın növlərinə aid xüsusiyyətlər verilmişdir. Ardıcıllığı müəyyən edilir. Qeyri-adi qüvvələrə yer verilmişdir. Bu əfsanəvi, yəni sehirli nağıllara aiddir. Haqsızlıq, ədalətsizliyə qarşı mübarizə geniş yer verilir. Bu heyvanlar haqqında nağıllardır. Sadəlik, xeyirxahlıq, təvəzzökçülərə seçilən qəhrəmanlara rast gəlinir. Bu isə məişət nağıllarıdır. Cavabımız olur C variantı. 71. Daxili bölgüsü ilə bağlı fikirlərdən hansı doğrudur? Daxili bölgüsü yerlərin, göylərin daldım seyrinə. Bölgü buradadır. Deməli 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. 6 plus 5 şəklindədir. Fikirlər, duyğular məni atmadı. Fikirlər, duyğular məni atmadı. Burada da bölgü var. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5. Bu da 6 plus 5'dir. Könlündən keçənin %1'ini könlündən keçəndən sonra pauza verilir. Bu da 6 plus 5'dir. Ömür bəlkə çatdı, bəlkə çatmadı. Bu da 6 plus 5'dir. Bütün misraların bölgüsü eynidir. Bəli, ilə A variantı bizim düzgün cavabımızdır. 72. Verilmiş bədii təsvir və ifadə vasitələrinin hansına və ya hansılara nümunənin bütün misralarında yer verilmişdir. Qala idim, möhrə söküldüm. Qala idim. Özün nəyə bənzədir? Qalaya. Təşbih. Xəzəl olub yollarına töküldüm. Xəzəl olub yollarına töküldüm. Bu da təşbih. Bir vulkandım. Yer çəkinə vulkana bənzədir. Təşbih. Qoru sönmüş kül olmuşam. İndi qoru sönmüş külə bənzədir. Təşbih. Bütün misralarda təşbih var. Ona görə B variantını çıxırıq. A-nı çıxırıq. Metafor varmı görək? Qala idim, möhrə söküldüm. Burada metafor yoxdur ümumiyyətlə. D də çıxır. İnversiya. İndi qalır ya C, ya E. Deməli, qala idim, möhrə söküldüm. Burada ümumiyyətlə inversiya yoxdur. C də çıxır, cavab qalır E variantı. Növbəti suala baxırıq. Səhv fikirləri seçin. Müxəmməsin orta bəndlərinin qafiyə quruluşu rübai ilə eyni təşkil. Rübai nətər olur? A, B, A. Düz deyil. Müxəmməsin orta bəndi nətər olur? Müxəmməs beşlidir. İlki bütün misralar A olur. İkinci beytdə isə olur B, 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 A. Bu da A, A, B, A-la eyni deyil axı. Yəni rübai ilə eyni deyil. Ona görə səhvdir. Biri götürdük. Dram janrında olan əsərlərdə gülüş səbəb olan məqamlara rast gəlmək mümkündür. Doğru fikirdir. İkini çıxırıq. Şəkli xüsusiyyətlərinə görə qitəni qəzəldən fərqlənmək mümkündür. Səhvdir. 1-3. Nəsr hissəsi çox olan poemalar epik lirik poemalar adlandırılır. Doğrudur. Remarkanın nəzmlə yazıldığı əsərlərdə remarka ümumiyyətlə nəzmlə yazılmır, nəsrlə yazılır. Bu da səhvdir. Cavab olur 1-3-5 B variantı. Müxtəlif məzmunlu şeirlər haqqında ümumi məlumat verilmişdir. Hansı şeirlərdə tərənnüm olmadığını demək mümkündür? Məsələn, satirik əsərlərdə tərənnüm olmur. Tənqidi məzmunlu əsərlərdə tərənnüm olmur. Müəllif şeirdə yağışın yağmasını, təbiətin yağışdan sonra cana gəlməsini inandırıcı şəkildə göstərmişdir. Burada tərənnüm var. Şeirdə Cıdır düzünün, Daşaltı çayının müəllifə səbəb olduğu heyranlığı vermişdir. Bu da tərənnümdür. İnsanların biganəliyini diqqətə çatdıran müəllif təkrişdən, ümidsizlikdən gireylənir. Bax, 3-ü demək olar. Müəllif vətəndən uzaqda olduğunu qeyd etmiş, onu didərgin salına sərt şəkildə tənqid etmişdir. Tənqidi məzmun var. 3-4.
olacaq. D variantı. Şeirdə sözün sehrindən yan-yana düzmüş sözlərin böyük məna ifadə etmə bəslənmişdir. Bu da tərənnümdür. Cavabımız oldu 2-3. Ədəbi növlərlə bağlı verilmiş fikirlərin verildiyi cədvələ uyğunluq verin. Bağlı fikirlərin verildiyi cədvəldəki uyğunluğu müəyyən edin. Yalnız epik növdə süjetin mərhələlərini görmək mümkündür, səhvdir. Bu dramatik növdə də ola bilər. Hətta süjetli lirikada var, bu lirik növdə də ola bilər. Yanlış fikirdir və yanlış verib, deməli uyğunluqdur. Biri götürürük. Hər üç ədəbi növün nəzm və nəsr ilə yazılan bilən nümunəsi mövzudur, səhvdir. Lirik növdə nəsr yoxdur, nəzmdir. Ona görə birini çıxırıq. Həzmcə yığcamlı lirik növünün əsas şərtlərindən biridir. Bu doğrudur, amma yanlış verib. Buna da çıxırıq. Epik növdə olan əsərdə həyata əks etdirmə üsulu təhkiyədən istifadə olunur. Doğrudur və doğru verib. Bunu götürürük. 1-4. Təbiət təsvirlərinə geniş yer vermək hər üç ədəbi növü birləşdirən cəhətdə səhvdir. 1-4-5 olacaq. Cavabımız olur B variantı. Bədii əsərdə bəhs olunan hadisələrin mərkəzində duran əsas surət əsərdə ilk çətinliklə qarşılaşır, planı pozulur. Həmin epizodla süjetin hansı mərhələsində keçid baş verir? Bu artıq Zaveska mərhələsidir, yəni düyün mərhələsi. 77. Ağıllı uşaq nağılı ilə bağlı fikirlərdən hansılar doğrudur? Kənddəki qoca xanın sevdiyi heyvanı təxmin edə bilmədiyi üçün özünü qınayır, səhvdir. Xanın hər sualını cavablamaq üçün şəhərə getmək lazım olur. Bu da səhvdir. Qocanın yanına gedəndə almaların sirrini filan öyrənmişdi. Xanın öz səhvini etiraf etməsi yaxşıların mənfilər üzərində səhvini etiraf eləmir. 3-də getdi, elə 4-5 qalır. Nağıldakı soban surəti hadisələrin inkişafında ciddi rol oynayan surətlərini deyir, bəli. Kənddəki qocaları uzaqlaşdırma fikri xanın baş məsələsidir, bəli, doğrudur. 4-5 olur, E variantı. Əruz vəznindən fərqli olaraq heca vəznində cümləsində nöqtələrin yerinə sözün bütövlüyü qorunur, yazısı səhv fikir olar. Səhv fikir deyil, bu doğru fikirdir. Ona görə ad çıxdı. Uzun və qısa hecaların bir-birinin izləməsi müşahidə olunur. Yazısı fikir doğru olar, səhv olar. Bu əruz vəzninə aid deyil, heca vəzninə aid deyil. Ölçüyə əməl olunur. Misraların həzmi bərabər tutulur. Yazısı fikir səhv olur. Bəli, C variantı. Sərbəst təsir müşahidə olunur. Yazısı fikir doğru olar. Səhvdir. Sərbəst şeirin təsiri hecanın sərbəst şeirə təsiri var. Sərbəst şeirin heca yox. Ahəngdarlıq müşahidə olunur. Yazısı fikir doğru olar. İkisində də olur ahəngdarlıq. Ona görə C variantı olur. 79. Şifahi xalq ədəbiyyatına aid edilmiş fikirlərdən hansılar səhvdir? Yazılı ədəbiyyatdan fərqli olaraq şifahi xalq ədəbiyyatında dramatik növ digər iki növdən gec yaranmışdır. Yazılı ədəbiyyatda da elə gec yaranıb da bir ona görə səhvdir. Lirik növdə sabit qafiyə quruluşu olan janr var. Məsələn, bayatını demək olar. 2-7. Dramatik növün janrlarından birində mövzu müxtəlifine rast gələnmir. Bu da doğrudur. Dastanlar aşıq yaradıcının məhsuldur. Bu da doğrudur. Müxtəlif canlıların münasibətindən bəhs etdiyi üçün Səməndər quşu zoonimik əfsanədir. Müxtəlif canlılar səhvdir. 1-5 C variantı olacaq. Ona görə əfsanə janrı zoonimik əfsanə deyil. 80-da nümunədə hansı bədii təsvir ifadə vasitəsi işlənmişdir? Bacanın tüstüsü boz yuxu kimi. Bacanın tüstüsü nəyə bənzədir? Boz yuxuya. Nədir? Təşbih. Axşamdan adlayıb təzə gün gəlir. Evlər ağ ümmanda bir neçə gəmi. Bu qış gecəsində bir kənd dincəlir. Kənd dincəlir metonimiyadır. Elə 1-3 olacaq D variantı. Kinayə bədii təzad filan yoxdur. Sonra satirik gülüşdən istifadə olunmuş əsər haqqında fikirlərdən hansının doğru olduğunu əminliklə söyləmək mümkündür. Əsərdə dramatik növdə yazılmışdır. Yanlışdır. Gülüşdən belə deyil də hər növdə istifadə oluna bilər. Müəllifin barışma mövqe durduğu tənqid hədəfinə yer verilmişdir. Elə B variantı olacaq. Satirik gülüş varsa tənqid hədəfi var. 82. Yoldumu izimi çəkib aparan, mənəmmi bu yolun inadın qıran? Kim idi yanımdan ötdü çaparaq, kim idi uzaqdan əl edib duran? Şeirdə heca vəzninin əlamətlərini müşahidə etmək mümkündür.
Doğrudur. Misraları hər birinin 6+5 nədir? Yoldur mizimi çəkib aparan. Mənəmmi bu yolun inadın qıran? Kim idi yanımdan ötdü çaparaq? Kim idi uzaqdan əl edib duran? Bəli, 6+5 hamısı. Bənddə çarpaz qafiyədən istifadə olmuşdur. Çarpaz qafiyə hansıdır? AB, AB. Aparan, qıran, A, çaparaq B, duran A. Səhvdir. Bir də cavabımız olur C variantı. Çarpaz qafiyə yoxdur. Cahangir əfsanəsində seçilmiş hadisələrin məzmunu ilə ardıcıllıq müəyyən edin. Xalq alimin evinə getməyə mane olur. Alim 3 gün möhlət verilir. Vəzirə 40 gün möhlət verilir. Alim zınqırovun yerinə dəyişmə səbəbini istədiyin səbəbini izah edir. Deməli, birinci olacaq 2. Alimə 3 gün möhlət verilir. Sonra vəzirə 40 gün möhlət verilir ki, sual hazırlasın. Sonra xalq alimi qoymur evə getməyə. Bilir ki, ona xan nəsə edəcək. Ondan sonra da şərt kəsib alim zınqırovların yerini dəyişmək səbəbini izah edir. Cavab olur 2, 3, 1, 4. İşlənmiş bədii ifadə vasitələrini müəyyən edin. Təbriz yolu həsrətindən bil yanar. Ayaq bassan ayaq yanar, yol yanar. El demişkən kür quruyar, sal yanar. Qurumazmı gözlərinin yaş sənin? Burada mübaliğə var. Kür quruyar, sal yanar. Qurumazmı gözlərində yaş sənin? 3'ü götürürük. Bədii sual da var. 2 də var. Deməli. Çünki qurumazmı gözlərində yaş sənin? Təkrir də var. Məsələn, yanar, yanar. Deməli, 1, 2, 3. Kinayə yoxdur. Görə inversiya var. Litota da yoxdur. İnversiya. Təbriz yolu həsrətindən bil yanar. Ayaq basan, ayaq yanar, yol yanar. El demiş, gözünə. Qurumazmı gözlərində yaş? Hə. Gözlərində yaş sənin qurumazmı? Qurumazmı xəbəri axıra gəlməlidir. Deməli, altını da götür. 1, 2, 3, 6. Nümədə işləm ilə bağlı fikirlərdən hansılar doğrudur? Xəyallar gözümü yorur eləcə, yuxuma daş atıb qaçır xəyallar, gecə öz taxtında dincələ bilmir, qapısını bağlayır, açır xəyallar. Nümunənin bütün misralarında metafor işlənmişdir. Xəyallar gözümü yorur, metafor. Yuxuma daş atıb qaçır xəyallar, metafor. Gecə öz taxtında dincələ bilmir, gecə dincəlmək, metafor. Qapısını bağlayır, açır xəyallar, bu da metafor. Biri götürürük. İkinci və dördüncü misralarda işlənən xəyallar sözünü rədif kimi düşünmək mümkündür. Bəli, çünki bunlar qafiyədən sonra təkrarlanır. Rədif kimi qəbul eləmək olar. İkini də götürürük. Bütün misralarda inversiyadan istifadə olunmuşdur. Xəyallar gözümü yorur eləcə, burada inversiya var. Yuxuma daş atıb qaçır xəyallar, burada da var. Gecə öz taxtında dincələ bilmir. Burada inversiya yoxdur. 3'ü çıxırıq. Misraların hər birinin daxili bölgüsü 6/5 şəklindədir. Deməli, xəyallar gözümü yorur eləcə. Yuxuma daş atıb qaçır xəyallar. Gecə öz taxtında dincələ bilmir, qapısını bağlar, açır xəyallar. Bəli, 6/5 şəklindədir. 4'ü də götürürük. 1, 2, 4. Gecə xəyal sözlərinin işlənməsi təzad yaratmışdır. Heç aidiyyəti yoxdur. 86. Alt-alta gələn və qafiyələnən 2 misra rast gəlmək mümkündür. Qitənin ilk beytində, qitədə ümumiyyətlə qafiyələnmə yoxdur, deyə getdi. Qəzəldə olur, bəli, qəzəl nətər olur? A, B, A, C, A, D, A, belə bu formada. Deməli, 2'ni götürmək olar. Rübainin ilk 2 misrası. Rübai də nətər olur? A, B, A. İlk 2 misrasını götürmək olar, qafiyələnmə. 3. Rübainin son 2 misrasını götürə bilmərəm, çünki qafiyələnmə yoxdur burada. 4'ə çıxırım. Müxəmməsin ilk bəndinin 3 və 4-cü misralar. Müxəmməsin ilk bəndi nətər qafiyələnir? A. 5 dənə A olur. İstənilən misraların götürmək olar. Ona görə 5'i də götürürük. Cavab olur 2, 3, 5. Dərzi şagird Əhməd nağılında iştirak edən surətlərlə bağlı uyğunluq müəyyən edin. Əhmədin ona olan qəzəbi sona kimi dəyişməz olaraq qalır. Bu heç birisinə aid deyil. Əhmədin zindana salınmasının səbəbini onun özündən öyrənir. Bu Pəri Soltana aiddir. B. Onun təklifi Əhmədin öldürülməsinin qarşısını alır. Əhməd zindana atılır. Bu Allahverdi xana aiddir. C. Onun əmri ilə Frənk padşahının sualına cavab tapmaq üçün Əhmədi zindandan gətirirlər. Bu Şah Abbasa aiddir. D. Əhmədin gördüyü yuxuda onunla bağlı heç bir məqam olmur. Bu isə Vəzir Allahverdi xana aiddir. E. 1'ə D, 2'ə C, 3'ə B. Bu qədər.
Hər kəsə uğurlar.